Yeşaya 39-cu fəsil. Xizqiyanın ağılsızlığı. O zaman Babil padşahı Baladan oğlu Merodok Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi. Çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi. Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri, qızıl gümüşü, ətriyyatı, qiymətli yağları, silah ambarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı. Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib ona dedi: Bu adamlar nə dedilər? Onlar sənin yanına hardan gəldilər? Xizqiya dedi: Uzaq bir ölkədən, Babildən gəldilər. Yeşaya dedi: Sənin sarayında nə gördülər? Xizqiya dedi: Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onları göstərmədiyim bir şey qalmadı. Onda Yeşaya Xizqiyaya dedi: Ordular Rəbbinin sözünü dinlə. Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bugünə qədər yığdıqları şeylər Babilə aparılacaq. Heç nə qalmayacaq, deyir Rəbb. Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaqlar. Xizqiya Yeşayaya dedi: Söylədiyin Rəbbin sözü yaxşı sözdür. Sonra dedi: Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq.